Salam millət, hər vaxtınız xeyir olsun uşaqlar. Hər bir salamlayıram dostlar. Bu günlər çox maraqlı bir videomuz olacaq. Çünki keçən səfər mən Instagramda, TikTokda bir dənə video paylaşdım ki, prosta tak videodur və orada bir dənə söz yazmışam ki, uşaqlar, biz ayda $500 yox, saatda $500 qazanmağı fikirləşməliyik və orada da bir dənə qaqaş bizdən narazıdır və güya sözünü yazıb uşaqlar. Bu videoya baxmısansa gedib həmən qaqaşa bu videonu atarsan və deyərsən ki, bax, bu elə belə söhbət deyil. Uşaqlar, maraqlı bir video olacaq bizim, çünki strategiyamız var və həmən bu strategiya ilə biz davam edirik. Bizim bomba kimi bir dənə siqnal kanalımız da var, hansı ki biz orada trade edirik və mən bu dəqiqə o əməliyyatları sənə göstərəcəm. Bax, bu əməliyyatlar bizdə dünənləri olub və mən sənə Telegramı göstərəcəm dostum. Bu dünənləri bizdə olan əməliyyatlardır və bizdə dünənləri 6 dənə əməliyyat olub, səhv eləmirəmsə, və 4 dənə plus olub, bizdə 2 dənə minus olub dostum və biz bir dənə valyutada trade eləmişik və çıxmışıq uşaqlar. 60 nəfər burada adam var, həmən bu siqnallardan yararlanırlar. Burada mən görsənmi belə bir vəziyyətləri göstərirəm. Maraqlıdsa dostum yaza bilərsən və burada ola bilərsən. Ödənişsizdir və bir şey də deyim sizə uşaqlar, binary-də partladırıqsa niyə də forex-də partlatmayaq? Əgər hot trading eləmək istəyənlər varsa, hot trading nə deməkdir dostlar? Orada swing trader yox, day trader, yəni ora riskli bir yer olacaq. Mən də özüm üçün açacağam. Tam olaraq belə deyim də sizə, tradingin həzzini duymaq üçün açacağam onu özüm üçün və özüm üçün orada müəyyən bir hesab yaradacağam və həmən hesab mənim itirəcəyim məbləğ olacaq. Mən həmişə belə düşünürəm və belə yatırımlar eləyirəm. Burada olan bütün yatırımlar hamısı elədir uşaqlar. Siz itirə biləcəyiniz məbləği yatırım eləməlisiniz və ondan həzz almalısınız. Və bunu həmən kanalda paylaşacağam. Orada da bir dənə siqnal kanalı açacağam. Var idi bizdə, Forex-də və uşaqlar. Orada da yəni risk eləmək istəyənlər buyura bilərlər. Mən sadəcə öz əməliyyatlarımı paylaşacağım uşaqlar. Orada risk böyük olacaq. Amma siz professional şəkildə öyrənmək istəyirsinizsə, Modul X-ə gəlirsiniz, özünüz trade eləməyi öyrənirsiniz. Modul X təlimləri maraqlıdırsa, sadəcə yazırıq biz Instagrama və məlumat alırıq. Videomuz var, burada görə bilərsən, keçid alıb baxa bilərsən bu videoya və bu videodan məlumat ala bilərsən. Dostum, hər şey edirəm, qopartmaq qalır və gəlib hərəkət eləmək qalır. Aydın olurmu sənə? Yəni, haradasa durub komment, şərh bildirmək çox asandır, amma hansısa bir prosesdə iştirak eləmək bu daha qəlizdir. Ona görə də uşaqlar skeptiklərə baxmırıq və özümüz bildiyimizi eləyirik və irəli gedirik uşaqlar. Bu günləri də mən qazanmağa çalışacağam, həmən strategiyadan istifadə eləyəcəm uşaqlar və görək nə qədər qazana biləcəyik. Hal-hazırda bizim qarşımızda funt, dollar, OTC valyutası dayanıb, baxaq biz. Görək realda nəsə varmı? Real uşaqlar çox azdır, amma fərq eləmir. Bir şam müddətinə mən keçid alıram. Bu günlər uşaqlar, bu günlər bazar günü daxı, bu günlər necə olsun? Amma baxmayaraq ki, dünənləri də 6-cı gün idi, bizdə yenə də siqnal olurdu. Yəni mən biraz bu dünyanın adamı deyiləm dostlar. Mənim kefimə düşdüsə, mən istirahət elədiyim yerdə də trade eləyə bilərəm və uğurlu ola bilərəm. Çünki mən bu işi bacarıram uşaqlar. Bacarmırsınızsa özünüz bilərsiniz, öyrənmək istəmirsiniz, özünüz bilərsiniz, özünüzə yatırım eləmək istəmirsiniz, özünüz bilərsiniz. Bu hamısı sizin işinizdir uşaqlar. Bunlar hamısı sizdən asılı olan şeylərdir. Ya ancaq mənim videolarıma baxacaqsan, ya da dostum mənim yaşadığım həyatı yaşayacaqsan. Forex üçün də yol var, binary üçün də yol var, hamısını eləmişəm. Problem tək səndədir. Yəni bu başqa heç arada problem axtarma. Baxın, biz bu strategiyada baxın uşaqlar. Burada bizim əməliyyatlarımız var və siz bu əməliyyatları tam olaraq görə bilərsiniz ki, 15 dəqiqə müddətində açılır bu əməliyyatlar və 15 dəqiqə müddətində biz bir şam müddətinə giririk və əməliyyatımızı açırıq. Bu çox super strategiyadır, hansı ki mən bunu həmən o siqnal kanalında paylaşmışam videosunu. Orada tam olaraq video formatda mən sizə məlumat verirəm ki, əməliyyata necə girmək lazımdır. Hətta aşağıda Telegram kanalı saxlamışam, hansı ki brokerdə necə qeydiyyat eləmək lazımdır, necə işə başlamaq lazımdır, qısa məlumat vermişəm. Hamısı pulsuz şəkildə paylaşılıb, keçid alıb baxmalısan və məlumat almalısan. Girirsən Telegrama, orada mən sənin üçün saxlamışam. Bu dəqiqə göstərəcəm. Bax dostum, bu bizim kanallarımızdır. Gör nə qədər kanalımız var bizim. Sadəcə sənin nəsə istəyib istəməmək artıq sənə qalır. Bax, görürsünüzmü? Burada dünənləri canavar kimi bir plus bağlandıq. Bu bizim
siqnallarımızdır. Bizdə H4FX var. Bax, belə bir kanaldır, açıqdır. Yəni ödənişli deyil. Hər şey burada paylaşılır. Bax, burada yuxarıda görürsünüzmü? Belə bir bölmə var. Hansı ki siz bura keçid alıb baxa bilərsiniz. Mən nə burada sabitləmişəm. Baxın, burada sıfırdan başlayan 3 gün A-dan Z-yə trade təlimi saxlamışam. Baxın, keçid alırsınız bura və həmən bu trade təlimini izləyirsiniz. Burada sizin üçün müraciət saxlamışam. Instagrama yaza bilərsiniz. Birbaşa fake səhifələrə aldanmayın. Mən heç kimə yazmıram uşaqlar. Siz mənə yazırsınız və sizə menecer cavab verir. Çünki mən özüm çatdırmıram uşaqlar. Bu hansısa bir təkəbbür deyil. Sadəcə çatdıra bilmirəm. Başa düşürsüz? Yəni iş çoxdur. Əgər pul qazanmağa bu qədər imkan varsa, mən niyə oturmalıyam? Mən inkişaf eləməyi sevirəm uşaqlar. Baxın, Instagrama yaz, buradan yazırsan, KYC bağlı nəsə problemin olarsa, buradan yazırsan, birbaşa sənə kömək eləyirlər. Həmən burada brokeri də saxlamışam. Nə lazımdır? Təlimdə olan platformanı da burada saxlamışam. Gedirsiniz, giz-giz yerlərdə qeydiyyat eləyirsiniz, sonra da mənə yazırsınız ki, nə bilim, problemim var. Uşaqlar, elə brokerlər atırsınız, valla mən həmən o brokerləri heç nə bilim, bu boyda sahədəyəm, mən onları görməmişəm. Burada bizdə Modul X-in təlimləri də görürsünüzmü? Bu tək təlim deyil uşaqlar, burada bizdə community var. Community-də biz söhbətlər eləyirik, community-də əməliyyatlar açılır. Uşaqlar, bu community-nin dəyəri yoxdur. Yəni buna hansısa bir dəyər yoxdur. Mən hər ay bunun dəyərini 2 qat artıracağam. 2x. Kim tez gəldi, mənə çox adam lazım deyil. Mənə community-də всего bir 20 nəfər, 30 nəfər normal trader özüm yetişdirə bilsəm, mənə bəs eləyir. Mən artıq community-yə heç kimi götürməyəcəm. Ona görə də məbləğ gələcəkdə çox yüksək olacaq. Ola bilər demirəm, olacaq deyirəm. Özünüz baxın və tez tərpənin. Yəni tez tərpənənlər burada tez olacaqlar. Mən zarafat eləmirəm. Siz buradan çox videolar görəcəksiniz ki, burada olan uşaqlar hardadır, nə edirlər? Hələ ki uşaqlar təzə başlamışıq. Ona görə bizdən o saat hansısa bir nəticə gözləməyiniz artıq səhvdir, yəni trader belə fikirləşmir. Nəticələr nə deyirəm? Siz görəcəksiniz ki, bu community bir yerdə necə inkişaf eləyir. Bizdə görüşlər, canlı görüşlər olacaq, bizdə canlı tradelər olacaq, özümüz aramızda uşaqlar. Yəni burada başqa cürdür. Yəni siz bildiyiniz gizli qruplardan, gizli təlimlərdən deyil. Biz açığıq, hər həftə sizlə canlı təlim keçirdirəm. Mənlə birbaşa danışırsınız, təlimçilərlə birbaşa danışırsınız, sualınız olanda birbaşa verirsiniz. Bundan artıq nə istəyirsən? Yəni bunu da əgər sən qəbul eləmirsənsə, artıq mən neyniyim? Çeynədim, qoydum ağzıma, sən udmaq belə istəmirsən. Aydın olurmu sən dostum? O arxanı qopart divandan. Vso. Gəlirsən bura, öyrənirsən tradingi, çünki bu binary-də trade eləmək üçün sən tradingi bilməlisən. Həri, heç kim sənə bunu deməyib, amma mən sənə bunu deyirəm. Sən İlk öncə bu zibildən baş çıxartmağı bacarmalısan. Ona görə də dostum, sən bura gəlib öyrənməlisən. Mən sənə başqa şey demirəm. Siz necədir uşaqlar? Heç kim mənə yazmasın ki, ödənişsiz təlim. Ödənişsiz təlim saxlamışam. Bayaqları dedim sizə. Dostlar, burada siz nəyə ödəniş edirsiniz? Millət, mən sizə vaxt ayırıram uşaqlar. Birbaşa bu community-də siz insanlarla tanış olursunuz. Burada bu community-ni saxlamaq üçün mənim pulum gedir. Mən açıq danışıram sizə. Bu biznesdir uşaqlar. Siz bu düşüncə ilə pulsuz nəsə axtarmaqla dostum, sən barədə heç mənə məlumat vermirlər belə. Yəni pulsuz nəsə istəyən adam barəsində mənə heç məlumat belə vermirlər. Çünki mən özüm elə demişəm. Deyirəm ki, əgər pulsuz nəsə axtaran varsa, o adamı uzaq elə. Çünki o adam 1 qram özünə yatırım eləmək istəmir. Bu adam sadəcə vaxt öldürən adamdır. Və bu, siz iş görün, özünüz görəcəksiniz, deyəcəksiniz ki, ayda müəllim düz deyildi. Mən sizə garantiya verirəm. Vso, millət, gəlirsiniz, ödənişinizi eləyirsiniz, girirsiniz qrupa və kef eləyirsiniz. Uşaqlarla bir yerdə millət, siz üçün elə belə deyil. Siz bu adamları hardan tapacaqsınız? Hərəsi dünyanın bir qırağındandır. Hardan tapacaq? Ona görə onlayndır da millət. Gedib offline kurs axtarırsınız. Yəni online işə offline kurs axtarırsan sən, artıq burada səhvsən sən. Artıq səhvsən. Sən texnoloji işin adam deyilsən. Artıq səhvsən. Sən prosta universitet tələbəsisən. Belə olmur uşaqlar. Burada başqa cürdür. Burada bütün ekran görünür, hər şey izah olunur. Siz bunu görmürsünüz. Mənə o abidnidir ki, siz əlinizdə olanı bilmirsiniz, görmürsünüz. Nağıl axtarırsınız. Açıq aydın communitydir. Bundan o yüzden nə olur? Açıq bir yerdə. Girim mən dostuma da bir cavab olaraq bir neçə dollar qazanım. Yəni dostumuz inanmadı. Yəni ola bilər uşaqlar, nəyə görə inanmırsınız? Çünki siz insan öz beyninin örgəşdirməyəndə hansısa rəqəmə həqiqətən alınmır. O mümkün olan şey deyil.
Sən rəqəmi öyrənməlisən. Sən 700 dollardan qorxursansa dostum, sən 700 dollar necə qazana bilərsən? Buna rəqəm kimi baxmaq lazımdır. Mən bu pulu burada hiss eləmirəm. Mən bu pulu cibimə gələndə hiss edirəm uşaqlar. Burada olan bu pul mənim üçün bu dəqiqə pul kimi görünmür. Bu mənim üçün rəqəmdir. Həqiqətən də elədir. Yəni bu rəqəmdir uşaqlar. Əgər siz bunu pul istəyirsinizsə eləmək, bu sizin cibinizdə olmalıdır. Cibinizdə olmalıdır ki, siz bunu götürüb xərcləyəsiniz. Bank hesabında olan pul belə sizin deyil. Aydın olurmu? O bir söz var, deyir kişinin pulu cibində olar. Yəni cibinizdə olan sizindir. Amma cibinizdə olmayan sizin deyil. Baxaq görək normal bir vəziyyət tapa bilirik uşaqlar. Burada görürük ki, biz 5 dəqiqəlik time frame ilə, o günlər dostumuz yazmışdı ki, 1 dəqiqəlik də deyir eləyirəm müəllim, amma risklidir. Video çəkə bilərsiniz. Dostum, video çəkmək 1 dəqiqəliklə mən istəmirəm, amma böyük əməliyyat açıram da mən. Ona görə mən 1 dəqiqəliklə də eləmək olar. Sadəcə eyni strategiyadır. Baxaq görək 1 dəqiqə. Görürsüz 1 dəqiqəlikdə bu 1 şam, 2 şam, 3 şam, 4 şam, 5 şam, 6 şam, 7 şam, 8 şam qırmızı gedib də uşaqlar. Bundan o üzünə gəlir istəyirsiniz. Valla burada 3 dənəni götürdün, çıx get də qardaş. Sən nə axtarırsan? Sən ofisiantlıqda 400 manat, 500 manata işləmirsən. Dostum, bilsən niyə deyirəm? Bax, paylaşıram. TikTokda görməmsən mənim videolarımı. Görmə harda olmuşam. Necə mənim sözüm çatmırsan? Tariximi göstərirəm sənə. Deyirəm ki, belə idim mən və belə olmuşam. Necə çatmır sənə? Bilsən necə adama qəribə gəlir. Yəni bu insan yəni bu qədər cahilmi olar? Yəni bu adam görüb də bunu eləyib. Bunun dediyinə mən inanmayım, mən hara gedim? Qəribə adamlar var. Fakt da göstərsə yenə deyir. Yaxşı demir, süni intellekti. Köhnədən izləyənlər var da, ağzından vuracaq ki, qaqaş 5 ildə adamı izləyirəm, nə süni intellekt. Tarix var ya uşaqlar, məndə tarix var. Mən hop deyə ortadan düşməmişəm. Mənim bütün vloqlarım var, başdan necə başlamışam. Hamısı Milyoners kanalındadır prosto. O vaxtı hamısı bir yerdə idi deyə. Bir yerdə də yaxşı olmur da. Forex ayrı olsun, bu ayrı olsun, qəşəngdir. Hələ ki bizim 4 dəqiqəmiz var o birisi şam açılmağına. 1 dəqiqəliyə keçə görə 1 dəqiqəlikdə moment tapa bilsək. Yəni azaldım bunu. 1 dəqiqəlikdə çox əməliyyat aça bilərəm. 350 dollarla başlayaq. 1 dəqiqəlikdə çox əməliyyat açmaq olur və videoda çox uzun alınmır. Çəkərik, 1 dəqiqəlik çəkərik, amma uşaqlar bunu 5 dəqiqəlik eləyin də. Yəni fərqi 15 eləyin. Aydındırmı? Fərqi yoxdur. Strategiya eynidir. Hər yerdə fraktaldır. Fərq etmir. Burada mən xoşuma gəlmədi. Keçin başqa valyutaya baxım. Burada bir qırmızımız var. Okey. Keçid almaq, baxaq görə görürsünüz. 1 dəqiqəlikdə o qədər səs-küy var ki, adam hətta biraz şübhə belə doğurur adama. Baxırıq uşaqlar, diqqətli olmaq lazımdır. Sizin burada çox şey eləməyə ehtiyacınız yoxdur. Bir dənə valyutanı seçirsiniz, atışlarınızı eləyib çıxıb gedirsiniz. 3 dənə normal əməliyyat tutsan, 50 dollar qazandın, çıx getdi. Yəni sən 85 manat aya vuranda burada gör nə qədər eləyir. Yəni nə bilim, siz nəyi qoyub nəyi axtarırsınız millət? Mənə çatmır valla. Başım çıxmır mənim. İnanırsınız, mən heç trade eləmək istəmirəm. Çünki gəlirəm, götürürəm, çıxıb gedirəm. Füsun mənə bəsdir. Çoxunuz 90% deyim ki, belə balans olsa siz durub çıxıb getməzsiniz də yəni. Duracaqsınız, imanı bunu itirənə kimi oturacaqsan da burada. Bunu milyon eləməyə çalışasınız. Ay bilin. Elə eləməyin. Uşaqlar işləmir o. Komediyasız valla. Bir temalar var. Bizdə ölmür də tema. Bizdə həmişə mövzu var millət. Ona görə sevirəm də, Azərbaycandan o tərəfdə yaşamaq o deyil. Burada içəridə olmalısan, bunların hamısını real görməlisən. Pulsuz nəsə axtarırlar. Pulsuz, siz siçansan, sən pulsuz nəsə axtarırsan. Mən səni təhqir eləmirəm, amma siçan təhqir deyil. Siçan hansısa bir yaradılışdır. Və söhbət ondan gedir ki, fakt o nəsə axtarır. Yəni o axtarır, onun həyat tərzi odur. Aydın olurmu sənə? Gəlin burada bir dəqiqə görə short girsək nətər olar. Hə, onun həyat tərzi odur da dostum. Yəni, amma sən siçan deyilsən axı. Baxın, hətta mən sizə deyərdim ki, kimsə sizə pulsuz nəsə təklif eləyirsə, reklamları bunun üzərindədir ki, mən sizə pulsuz nəsə verirəm. Bu uşaqlar təhlükəlidir. Belə şeyə çox inanmayın. Həmişə özgüvəniniz olsun. Yəni siz harasa pul verməsə, sabahsı gün sənin məhsuluna da pul verən olmaz. O düşüncəni, fikri yığışdırın. O biznesmen düşüncəsi deyil. O batırar sizi. Uşaqlar, burada düşündüm ki, mən 3-cü şamımız bizim bir korreksiya ilə bağlanar, amma ebi yox. Если что, bir dənə də girəcəm. Bax, görürsünüz, 1 dəqiqəlikdə o qədər hərəkət var ki, sən tez bazar srazu. Görək nəsə qazana biləcəyik uşaqlar. Dostumuz orada o boyda bizdən söz soruşub. Bir dənə də buradan götürəcəm aşağı. Aha, bir dənə də aşağı götürdüm. 700 dollarla uşaqlar. Və düşünürəm ki, növbəti şamımız qırmızı olaraq bağlanacaq. Səs-küy çoxdur. Baxın, indi bu şamımız bizim gəlib bunun altında bağlansa super olar. Növbəti şama da bir dənə short girərik.
Görə elə bu plusla bağlanır. 350 eləyək. Sevmirəm. 1 dəqiqəlik çox hərəkətlidir. Okey, getdi yuxarı. Bunu artıracağıq biz 700. Millət, siz niyə belə tez-tez olur? Biz burada hal-hazırda 1 dəqiqəlik deyil. Hətta mən bir dənə də açacağam, 2000 dollar açacağam. 1 dəqiqəlik deyil, ona görə belə tez-tez əməliyyatlar açılır. İllüziyaya getməyin. 5 dəqiqəlikdə belə olmur. 5 dəqiqəlikdə biz əməliyyatımız 5 dəqiqə gedir. 3 dənə əməliyyat açmaq üçün dalbadal 15 dəqiqə vaxt gedir, amma burada 3 dəqiqə cəmi. Yenə də belə bir impulsiv hərəkət olacaqmı aşağı getdilər, buradan aşağını yığdılar, indi getdilər yuxarını yığdılar, indi də görə hələ biz buranı necə qəbul eləyəcəyik ümumiyyətlə. Aha, getdik. Okey, 18 saniyə görə bunu azaldım. Ay, bunu yox, bunu. Uşaqlar, keçən dəfə onu azaldıb vaxta düzgün girməmişəm. Представьте eləyin, yəni siqnal verəndə mən nə qədər səhvlər eləyə bilirəm özüm. Bir dənə də açdım. Buradan 350 dollar, 930 dollar burada qazandıq. Aha, bir dənə də açdım. Bir dənə də nəyə görə açdım uşaqlar? Görürəm ki, bu şamımız bizim qırmızı bağlandı və aşağıda bağlandı. Yəni yuxarıda bağlanmadı. Aşağıda bağlandı və düşünürəm ki, növbəti şam da qırmızı şəkildə olacaq. Qırmızı olacaq, belə düşünürəm. Baxaq da uşaqlar, baxaq görək necə bağlanır. Az qalıb 30 saniyə, bu hələ aşağı getmək istəmir. Ay. Birdən bu yaşıl bağlansa, biz minus olsaq, yuxarıda olsaq long girmək lazımdır. Amma aşağı getsək və yaxud da ki, valyutanı dəyişərik. Baxaq, çox hərəkət var, çox dəhşət hərəkət var. Dostum, 1 dəqiqəlik məsləhət görmürəm. Keçən mənə yazan dostuma demək istəyirəm ki, 1 dəqiqəlikdə ayda qaçırtdıq, eybi yox, bu əməliyyatı qaçırtdıq. Poker sineyim. Bu dəqiqə biz gözləyəcəyik bu şamı. Bu şam qırmızı bağlansa aşağıda vəbşi ofigenli situasiya olacaq. Çünki bəncə biz getdik yuxarını yığdıq və burada uşaqlar çox valyuta dəyişməyə ehtiyac yoxdur. Burada bir valyutanı dönüşünü tutmaq lazımdır tapitnada. Burada məsələn 3 dənə əməliyyat tap tutdun. 3 dənə şamı götürəndən sonra sən bir dayanmalısan. Adətən bir korreksiya olur. Ona görə strategiyanı da özündə genəlləşdirməlisən. Ona görə Forex-i bilmək lazımdır. Bu bazar Forex bazarıdır. Binar bazarı deyilən bir şey yoxdur. Aha, buradan bir dənə də mən sell götürəcəm uşaqlar. Sell. Gözləyirəm, saniyəsində əməliyyatımı açıram. Ayda da getdi oradan açdı, yekə kişi sənə. Oyda, gördünüz burada şey, nə deyirlər ona? Strike. Boğuntu. 1 dəqiqəliklərdə belə şey olur. Ayda, çox zay oldu. Gərək sona yaxın açaydım, amma eybi yox. Belə 1 dəqiqəlikdə belə şey olacaq. Ona görə 5, 15, orada belə şeylər çətin məsələdir. Bu boyda diviziyaya sizə təsir. Bu qapdı bu. Günün günorta çağında qap buraxıblar. Tak, 24 saniyəmiz qalır. Vayda, getdi aşağı, qayıtdı yuxarı. Eləməyin, millət, bu, bilirsiniz necə? Bu psixoloji sizə düzdür. Strategiya eynidir. Strategiya fərq eləmir. Amma psixoloji adamı belə şey eləyir. 700 dollar bir dəqiqə qoymuşam, amma 1 dəqiqə ərzində bilin, mən pul qazanacam. 1 dəqiqə ərzində 651 dollar. Afiqet. Danu naşir. Gördünüz uşaqlar? İndi gəlin biz hesablayaq. Biz bu günləri nə qədər pul qazandıq. Gəlin hesablayaq. Amma uşaqlar, gəlin belə eləyək də. Girin həmən videonu tapın və o uşağa yazın orada. Orada çətin bir şey yoxdur. O videonu hamınız görmüsünüz. Yazın ki, dostumuz bilsin. Baxın uşaqlar. Demək, biz hardan başladıq? USD card, bir də buradan başladıq da biz. 1 dəqiqə. Aha, 1 dəqiqəliklər, 15 dəqiqəliklər burada. Vəsə uşaqlar. Bizdə 930, 651. Bir də həmən kalkulatoru götürürəm. Kalkulator. Bunu vəbşi burada saxlayayım mən, zakripit. O kalkulator məndə həmişə olsun, çünki mən pul hesablamağı xoşlayıram. Ən sevdiyim işdir. Pul gəlsin, onu hesablayayım, saatlarla hesablayaram. Baxın uşaqlar, 930 vur 2, значит tak. 930 vuraq 2-yə qaqaş, üstünə gələk brat. Tak. Aha, 651. Üstünə gələk 651. Yes mi? Bundan çıxaq. 2500 dolları. Nə 500 dolları ya? Özdə ki, o neçə dəqiqəyə hesablayacaq. 651 gəldi, sonra çıxırıq. 350, bizdə eləyir 700, 1400 çıxaq da buradan səhv eləmirəmsə, düzdür, bəli, 1400. 1400-ə çıxırıq bundan, çıxılsın, 1400 dollar. Rəqəmə baxın uşaqlar.
Gördünüz? Bu nə deməkdir? Uğurun simvoludur uşaqlar. Vsyo. Mənim açkilərim bunu gördü və mən bunu özümə həkk elədim ki, mən bu günləri uğurluyam və bu günü mən uğurla başa vuracam uşaqlar. 1111 dollar. Heç istəsən, yəni sən istəsən dostum, bunu heç vaxtı bu rəqəmi qazana bilməzsən. Heç vaxtı. Ya nəsə rəqəmlər o yan bu yan olacaq da, hansısa bir qəpik quruş o yan bu yan olacaq. Burada görsənmi? Çotka. 4 dənə bir uşaqlar. Canavar kimi. Dostum, gördünmü? Əgər bu videoya baxmısansa, mən neçə dəqiqəyə? 1, 2, 3, 4, 5, 6. 6 dəqiqə mənim ticarət vaxtım olub və mən 6 dəqiqəyə 1111 dollar qazanc əldə etdim və bu mənim balansıma gəldi. İndi bir dəqiqə mən keçim bura, böyüdüm bunu. Okey. İndi isə biz keçirik Vuvisi. Aplata, bank transferi yox, keçirik biz, kaşelyok. Bura mən indi öz kaşelyokumu qoyacam uşaqlar. Vsyo uşaqlar, bura kaşelyoku qoyuruq və basırıq. Demək ki, 23.000 dollarımız var. Çəkəcək uşaqlar biz 8.000 dollar. Uşaqlar, komissiya çıxmır məndən, çünki mən çox bahalı oğlanam, ona görə məndən komissiya çıxmır. Sizin balansınız az olanda, dövriyyəniz az olanda sizdən komissiya çıxa bilərlər uşaqlar. Yenə də nə olur, kasıb olur. Baxın, Vuvisi çıxardırıq. Смотреть status zayavki, burada zayavkanın statusuna baxmaq olur. Bir də burada görürsünüzmü, hələ 15 mart çıxarışdadır və belə bir söhbət var. Buradan da atmenic eləyə bilərsiniz dostlar. Qutardı, gözləyəcək, pulumuz gələcək. Bu brokerdə ödənişlə heç bir problem olmayıb məndə uşaqlar. Ona görə də trade eləyə bilərsiniz. Vsyo. Bütün rəsmi linklər aşağıda. Həmən brokerin linki aşağıda uşaqlar. Kimə forex siqnallar maraqlıdırsa yazın. Pakaşdo mənə bir 10 nəfər aktiv trader lazım olacaq. Hansı ki işləmək istəyirlər. Boşbəkar adamlar yazmasın uşaqlar. Ay pulum yoxdur, ay nə bilim acından ölürəm, ay nə bilim mənə 300 manat ver. Uşaqlar ayıbdır. Bu nə məsələdir? Yəni bu nə deməkdir? Bu düşüncə deyil. Sən məndən ondansa məsləhət alansın. Yazırıq, məlumat alırıq, Modul X-a qoşuluruq, öyrənirik. Həm o birisi bazarı. O birisi bazarı biləndə zaten bunu da bilirsən və hərəkət eləyirik uşaqlar. Hamınıza uğur və nailiyyətlər və bolca keş, hər birinizi dostlar gözləyirəm öz klubumuzda və kimə nə maraqlıdırsa prosta Instagrama yazır, məlumat alır. Hələlik bolca keş uşaqlar. Davay.